Hörmətli valideyn, uşaq 3 yaşında 17 kilo adını mənfi saxlayıram çünki etçi qayda qanuna uyğun olaraq bunları biz marifləndirmirik. 3 yaşında oğlan uşağı 14 kilo çəkilə. Siz 17 kilo çəkilə. Niyə bugün bayram günü siz qalxıb həyəcan, təşviş halda ki, doktor qabulunuza gəlmək istəyirəm və gəldiniz, başımın üstə yeri var. Nə oldu ki, siz gəldiniz? Mənə zəhmət olmasa o barədə təfərrüatlı məlumat verin. Diqqətlə dinləyirəm. Elnur doktor, heç bir fəsadı yoxdur. Uşaqda ürəyində nəsə var, göyərmə var, heç bir yoxdur da, heç nə. Prosta bir neçə yerə aparmışam. Anjo da deyiblər buna, damar darlığı var. Ağciyərə gedən 2 damar dardır. Kim deyib onu, harda deyiblər? Topçubaşovda ümumiyyətlə əməliyyata götürürdülər bunu. Sumqayıt hospitalda dedi əməliyyatlıqdır uşaq uje. 1 ay, 6 aylıq idi bu. Dedi 1 ay ərzində əməliyyat olmalıdır bu. Elədiniz, eləmədiniz, uşaq yəni gedəcək. Təəssüf ki, bu ifadələr, bəli, 4 yaşında uşaq sizə yəni düzgün dezinformasiya, mən də valideynəm, mən də 4 uşaq atasıyam. Yəni də sağ olun. Yəni belə bir düzgün istifadə edilmədiyi halda ki, təcrid elə və mütəxəssis olmayan insanlardan insan bir çarəsiz qalır, bilmir neynəsin, necə arasın. Və siz ilk dəfə həkimə nəyə görə getdiniz? Mənə o maraqlıdır. Bilirsiniz necə oldu? Neçə il bundan qabaq? 6 aylıq olanda getdim peyvəndə bunu bilmirdim. Dedi ki, buna küy gəlir ürəyindən. Ürəyinə küy səsi eşidilir. Bəli, ürəyindən küy səsi eşidilir. 6 ayında bunu sizə deyildi. Bəli. 6 ay sonra siz Sonra 2 həkim buna 6 ay sizə getdiniz həkimin yanına, ekspert həkimin yanına. Adı önemli deyil. O sizi müayinə elədir, anjo olunmalıdır, nə isə yoxlanmalıdır. Bu oldu 6 ay, 3 il yarım bundan öncə. Yaxşı, bəs bu 6 ay ərzində nə etmisiniz? heç nə eləməmişəm sözündəsə. Və o evdə otura-otura kiminsə tövsiyəsini, hadi Elnur doktorun yanına gedək, qərar vermisiniz, elə mi? Hə, sizi Və 6 ay gördüm. sizə uşaqda bir tədirginlik, gərginlik və s. Yox, heç nə, heç bir fəsad yoxdur. Aydın oldu.